Salam. Bugün Salyan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi İlkin Əzizov tərəfdən Uyucu kəndində vətəndaşlarla səyyar görüş keçirilmişdir. Görüş zamanı kənd sakinlərinin və su istifadəçiləri ilə suvarma prosesinin gedişatı, mövcud vəziyyət və qarşıda duran məsələlər barədə müzakirələr aparılmışdır. Vətəndaşların müraciətləri və təklifləri dinlənmişdir. Çok sağ olun. Allah sizden de razı olsun ki yani böyle güzel işler meşgulsünüz. Vallahi tasarrufla meşgul olmak yani en halal peşelerden ben diğer birincisidir. Hakikaten. Ben açık diyelim ki yani ki bu Salyan'da hakikaten torpağa bağlılık çok. İnsanların bu torpağa bağlılık. Yani belki de ben bunu diyorlar ki ya bu neye koydu, hara gitti. Yani bu kadar bu Salyan rayonu ki en çok şahit veren rayonlardandır. Bunlar hamısı torpaq sevgisidir. Onu Allah rahmet eylesin. Bütün şəhidlərimizə. Onların elə bir ki o uşaqlıqdan ki bunlar anadan olana görüblər ki valideynlərin, ağsaqqalların torpağa olan meyilli düşünməmiş gedib torpaq yolunda öz canlarını qoyublar. Allah onlara rəhmət eləsin. Həqiqətən də rayonumuz torpağa çox meyilli, çox təsərrüfatçı rayondur. İnşallah ki nəticələrimiz də həmişə görürük Respublikada pambıq sahəsində öndə gedən rayonlardan həmişə olub. Tarixən də olub, dünən də olub, bugün də elə ümidvarıq ki, gələcəkdə də olur. Çox sağ olun, çox xoş oldu. Sizin kimi fermerlərlə görüşdük. Sizin nə bir sözünüz, pulunuz varsa, yəni biz də əlimizdən gələr. Çox sağ olun, Allah razı olsun.